Salam əziz müdavimlər, hər birinizin hər vaxt xeyir olsun. Mən Fizika Akademiyinin İngilis dili müəllimi Aysiyə Çələbi. Bugün sizlərlə təkrar sertifikatlaşma üçün olan sınavımızın izahına baxacağıq yenə. Birinci sualımızda hansı variant doğrudur bunu istəyir. The weather isn't hot enough to go picnic. Bilirik ki, enough sifətdən, zərfdən sonra işlənir. Ona görə hot enough düzdür. O cümlədən to be fiili özünə sonra sifət gətirdiyinə görə biri tamamilə düz şəkildə götürmüş oluruq. I didn't have enough money to buy that car and it was too expensive as well. Enough sifət zərfdən sonra isimdən əvvəl işlənir. Ona görə enough money düzdür. O cümlədən too expensive də düzdür. Çünki to'dan sonra adi dərəcə gəlir. Daha sonra I couldn't complete the homework because there were so many exercises to do and don't have enough time. Burada da eyni qaydada baxırıq ki, so-dan sonra birbaşa isim gəlmir, amma so many, so much belə olduqda gələ bilir isim və so many-dən sonra cəm isim gəlib düzdür. Enough da yenə time-la işlənib düzdür, götürəcəyik. 4-ə baxırıq, she's enough strong, she's enough strong yox, she's strong enough olmadı. Çünki enough sifətdən, zərfdən sonra işlənir, deməli bu səhvdir. Və 5-də many experience səhvdir, çünki experience sözü salmayan isimdir, yəni burada təcrübə mənasından ona görə salmayan isim kimi götürəcəyik biz onu və many ilə işlənməsi səhvdir. Cavabımız 1, 2, 3 olmuş olacaq. Yəni ki, B variantı. Daha sonra ikinci sualımıza baxırıq. İkinci sualımızda so-la ismin işlənmə qaydasıdır. Baxırıq ki, so interesting özündən sonra so ümumiyyətcə birbaşa özündən sonra ismi almır. Sifət isimdə almır. Sadəcə gərək siz so-dan sonra ismi gətirmək üçün ya quantifiers işlədəsiniz, ya da ki so sifət article sayılan tək isim yazasınız. Ona görə biz 2-ni, 3-ü, 4-ü avtomatik səhv çıxmalıyıq. So interesting film düz olar və ya da so many films düz olar. Saçdan sonra isə isim həmişə gəlir. Ona görə götürəcək. 1, 5, C variantı olmuş olacaq cavabımız. Üçüncü suala baxırıq. Üçüncü sualda know which way the wind is blowing, yəni küləyin hardan əsdiyini bilmək. Yəni ki, vəziyyəti başa düşmək, anlamaq o mənada gedir. To understand the situation the variantını götürmüş olacağıq. Dördüncü suala baxırıq. Dördüncü sual, deməli biz bir şeyin qiymətini soruşduqda how much sualımızı veririk. Gətirəcəyimiz feil ya to be-dir, ya cost-dur. Ya to be-dir, ya cost. Deməli, mən 3 ilə 5-i avtomatik səhv çıxacam. Çünki do feilini mən təkcə işləyə bilmərəm. Ya cost feilindən istifadə etmiş olacam, ya da ki to be feilindən istifadə etmiş olacam. Computers də cəm olduğuna görə is yazmaram. Burada R yazaram. Cavabım 1, 4 olmuş olacaq. Daha sonra 5-ci sualda. 5-ci sualda baxırıq ki, burada books cəmdədir. İsimdən sonra what gəlməz. Ona görə A-nı çıxırıq. Sonra B-ni çıxırıq. Cans isim olduğuna görə who, whom da qoymaram. Cavabım olacaq which. 6-cı suala baxırıq. Alice do the tasks, don't ask for help. Bilirik ki, əgər bizim cümləmiz əmr cümləsi olarsa və yaxud xitab varsa, yourself və yaxud yourselves qoyuruq. Əgər xitabım təkdəsə, avtomatik yourself qoymuş olacaq. 7-ci suala baxırıq. Slice sözü tək olduğuna görə mən burada article qoymalıyım. Ona görə A-nı, C-ni çıxıram, Y-ni çıxıram. Article-dan cəm isim gəlməz. Cavabım olacaq B variantı. 8-ci suala baxırıq. Mübtəda xəbər uzlaşmasıdır. A number of-un xəbəri tək verilib səhvdir. Cəm olar. The number of-un xəbəri tək olar. Düzdür. Sonra baxırıq ki, burada neither nor-da bizdə feil özünə ən yaxın olan isimlə uzlaşmalıdır. John təkdədirsə, Neos da təkdə olmalıydı. Boss'un xəbəri cəmdə olur. Ümumiyyətlə, boss and boss of bunların xəbərləri cəmdə olur. Not only but olsa da neither nor, either or bunlar kimidir. Feil özünə ən yaxın olanla uzlaşacaq. Her mother təkdədirsə, burada mən goes deməliydim. Ona görə səhvdir. Cavabım olmuş olacaq B variantı. 9-cu sual deməli bizdən düzəltmə isimləri istəyir. Baxırıq, görürük ki, A variantında sunshine mürəkkəbdir. Bunu götürə bilmərik. B variantında snowman, moonlight, bunlar mürəkkəbdir. C variantında sunset, basketbol mürəkkəbdir. Season sadədir. D variantı düzdür. Y variantı policeman, songwriter mürəkkəbdir. Gedirik 10-cu suala baxırıq. 10-cu sualımız inversiya sualdır. Only when olduqda diqqətli olursunuz nəyə? Only when inversiyanı özünün yanında almır. Harda alır? Baş cümlədə alır. Yəni bağlayıcı başlamayan yerdə alır. Ona görə biz only we had all gone to school deyəcəyik.
Bu tərəfdə isə did I feel ill deyəcəyik. Bəs niyə B-ni götürmürük? Çünki diddən sonra feil birinci formaya qayıtmalıdır. Do, does, diddən sonra feilimiz birinci formaya qayıtmalı, yəni feel olmalı idi. Cavabımız olacaq C variantı. Bu qədər. Sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. İnşallah uzaq çıxacaqsınız o imtahanlardan. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.